Yəni belə deyək, hansı ki testi əldə etmək üçün sizə lazım olacaq qaydaları, ipuclarını deyəcəm. Onları qeyd edirsiniz, ondan sonra testin cavabına baxırıq. Deməli, bu bölmədə nəyə diqqət edərsiniz? Əvvəla, adjective clause bölünür iki yerə. Essential və non-essential. Deməli, essential ümumiyyətlə nədir? Essential cümlənin vacib tərkib hissəsidir. Yəni, o verilən hissəni biz cümlədən çıxarsaq, həmin cümlənin artıq mənası qalmır. Yəni, orada olan, belə deyək, çatışmayan hissə boşluq hissi olunur. Non-essential isə, deməli, əlavə olaraq verilir, izah olaraq verilir. Məsələn, mənim bacım Amerikada yaşayır. Sonra vergü ilə ayrılan bir izah verirəm. Orada yazıram ki, mənim bacım, hansı ki həkimdir, deməli, həkim olan bacım Amerikada yaşayır. Yəni, mən bu həkimi əlavə olaraq verməsəm də olar, versəm daha yaxşı. Sadəcə olaraq onu cümlədən çıxarsaq, cümlə əvvəlki əhəmiyyətində qalır. Amma belə deyim, digər cümləni, essential-ı biz cümlədən çıxarsaq, artıq cümlələrin mənası itir. Qrammatik cəhətdən də deməli, oradakı boşluq hiss olunur. Və deməli, baxırıq, burada nələrə diqqət eləyəcək. Deməli, ümumiyyətlə, isim gördünüzsə, ondan sonra what vermirsiniz. Bunu bir kənara qeyd edirsiniz. İsim üstə gəlsin, what ümumiyyətlə yazmırıq. Əgər söz qabaqdakı isim, yəni cansızdırsa, that, which veririk. That, which veririk və deməli, nəyə diqqət eləyərsiniz burada? Canlıdırsa, who verərsiniz. Və diqqət eləyirik uzlaşma məsələsinə. Deməli, əvvəla qabaqdakı isim cəmdədirsə, biz xəbəri cəmdə verməliyik. Qabaqdakı isim təkdirsə, xəbəri təkdə verməliyik. Deməli, cəmdə oldusa, yəni have götürə bilərsiniz, are götürə bilərsiniz, have, are. Digər tərəfdən, əgər deməli, təkdədirsə is götürə bilərsiniz, has götürə bilərsiniz. Bunları deməli yazmaq mümkündür. Və təkdədirsə feilin sonunda bilirsiniz ki, deməli s yazılır. Deməli, feilin sonunda s yazılır, əlavə olaraq. Deməli, s-lər gördünüz, is-dir, has-dir. Bunların hamısının tərkibində s iştirak eləyir. Bunlar deməli təkib bildirir. Digərlərində isə deməli bəzən qarışdırırlar. Baxırlar ki, ismin sonunda s var, feili də s-lə götürürlər. Düşünürlər ki, isimdə s vardırsa, feildə də s olur, feil də cəmlik bildirir. Əksinə, ismin sonunda s cəmlik bildirirsə, feilin sonunda deməli olan s bizə onun tək olduğundan xəbər verir. Yəni qabaqdakı ismin tək olduğundan xəbər verir. Deməli, baxın, diqqət eləyirik, baxırıq. Deməli, I haven't read the novels. Baxırsınız burada. Bir də nəyə diqqət edirsiniz? Qabaqdakı isim və xəbərin deməli, uyğunluğuna. Baxın, isim əgər oradakı hərəkəti yerinə yetirirsə, bu zaman biz məlum növ veririk. Yox, hərəkət yerinə yetirilmirsə, deməli, yəni o hərəkəti yerinə yetirmir, məhculluq sonrası, tutaq ki, cansız veribdir, tutaq ki, yazıb ki, romanlar. Roman nəyisə tərcümə eləyə bilməz ki, burada sizə tərcümə lazımdır. Tərcümə eləyə bilmədiyinə görə, yəni məsələn, sözdə baxdınız ki, o sözü o icra eləmir, o hərəkəti icra eləmir, bu zaman siz məhcul növ verirsiniz. Məhcul növdə də nədən istifadə olunur? Ən və zar üstə gəlsin feil. Deməli, was, were üstə özdə feilin üçüncü forması. Was, were üstə gəlsin feil. Have, has olduqda da yanında mütləq been olmalıdır. Will olanda yanında be olmalıdır, sonra p2, yəni həmin dediyim üçüncü forma. Baxırsınız indi. Deməli, hansı bəndləri ümumiyyətlə götürə bilərəm. Novels olduğuna görə, novels oldu, I haven't read the novels olduğuna görə mən buradan həzə çıxıram. Çünki xəbəri həz verə bilmərəm axı, çünki cəmdədir. Deməli, buradan 5-i ümumiyyətlə çıxdım. Cümlə quruluşuna nəyə fikir verər? Cümlə mübtəda xəbər şəklində olmalıdır. Which, that, mübtəda xəbər. Who, mübtəda xəbər. Yəni, sual quruluşu verə bilmərik burada. Birinci tərəf sualda olsa belə, ikinci tərəfi biz sual quruluşuna verə bilməyəcəyik. Baxırsınız, deməli, ona görə də ikini də çıxıram. Have they yox, they have olmalıydı. Deməli, baxırıq. Aha, that have translated olmayacaq tərcüməyə. Biri çıxıram, çünki have-bin olmalıydı. Roman tərcümə etməz, tərcümə olunar. Deməli, biri çıxıram. 5-i çıxmışdım əvvəlcədən. Baxın, bəndlərimə baxıram. A bəndini çıxıram. Y bəndində hazırda çıxıram. Strukturum səhv olduğuna görə 2-ni də çıxıram. Baxın, C bəndləri getdi. Cavab oldu 3, 4. Deməli, which have been translated, which they have translated. Baxın, deməli, mübtəda olmadığına görə verib ki, tərcümə olundu. 3-ə ona görə which have been verdik, amma 4-də onun mübtədası hazırdır. Mübtədası they have translated, onların tərcümə etdiyi romanları oxuya bilmirəm və yaxud da ki, tərcümə deməli, olunmuş romanları oxuya bilmirəm. Baxın, 3-4 düzgün variant. 2 var, do you know the songs? Deməli, burada baxır recently. Deməli, yenə də burada songsdur.
mahnılar. Gəlin yenə mənim dediyim qaydayla strukturu səhv olanları və uzlaşmanın pozulduğu halları çıxaq. Deməli, içinə çıxıram, həzbin ola bilməz, son sistemdədir. Deməli, buradan çıxıram hansına baxırıq. Həzbi have day olamaz, they have olmalı idi. 2-3-ü çıxıram. Ay bəndi deməli olmayacaqdı. Dedikcə işarəliyim. Baxın, deməli burada cavabımız oldu B variantı. Burada isə dediyim kimi baxın çıxırıq. Deməli 2-ni çıxdım, 3-ü çıxdım, 2, 2 getdi, 2, 2. Deməli 4, 5-dir düzgün variantımız. Baxın 4, 5, which they have composed, which have been composed. Hansı ki onlar deməli bəstələdiyi musiqiləri bilirsən və yaxud da ki which bəstələnmiş, hazırda bəstələnmiş musiqiləri bilirsənmi? Bu düzgün cavab, ona görə bunu veririk. Baxın the way veribdirsə deməli xəbərim mənim cəm olmayacaq, tək olacaq. Baxın which deməli where lead ümumiyyətlə olmaz, which lead də olmaz. What leads demişəm the way-dən sonra. Way-dən sonra what vermirsiniz. İsim gördünüzsə what-a birbaşa çıxırsınız. That leads deməli qaldı. Y bəndini çıxaram çünki xəbərimi leads olaraq, yəni dedim ki isim təkdədirsə feilin sonuna s veririz. D variantını verirəm. He often tells stories. Baxın what-u çıxıram. Nəyə görə? Dedim isimdən sonra what olmaz. Baxın gəlirik digərlərinə. Deməli the people laugh at. Bu qalsın. Baxın. Yenə what-u çıxıram. What-u çıxıram. That makes people olmaz, people may. Deməli, makes people. That yox, burada ümumiyyətlə struktur fərqlidir. Baxın, fikirləşərsiniz ki, burada keçibdir mübtəda deməli ortaya, elə deyil. Yəni ifadə bu cürdür. Makes people laugh at. Makes people laugh at. Deməli, baxırıq. Ümumiyyətlə fikir versəniz, ikisi də düzdür. Which də ikisi də götürürük də. Yəni eyni şeydirlər. Y, D də çıxırıq. Əgər tutaq ki, heç qaydanı bilmirsiniz, bu ikisi eyni şeydir. Cavabı tapa bilmirsiniz, amma eyni şey olduğu görünür. That ilə which bir-birinə bərabərdir. Baxırıq gəldi buradan, deməli, hekayələr danışır, insanların güldüyü. Makes-ləri niyə götürmədik? Çünki xəbər people, mübtəda people idi, ona görə makes ola bilməz. Düzgün cavabımız, deməli, burada götürürük. Aha, baxırıq, B variantı. Gəldi digərlərini. Aha. Jane is translating the stories which have been written by herself. Yenə baxırıq, what-u çıxıram, struktur, deməli, what gələ bilməz isimdən sonra. Baxırıq, deməli, whose-dan sonra mütləq isim gəlməlidir. Whose gördüksə, whose asılıdır. Whose-dan sonra isim gəlməlidir. C variantını çıxıram. Deməli, stories varsa həzbinin burada işi yoxdur. Çünki stories cəmdədir, həz təkdir. D gedər, A gedər, yox, D gedər, B gedər. Düzgün cavabımız bizim, deməli, A variantı. He is the man who brought the package. Baxırıq, deməli, mən canlıdır, düzdürmü? Ona görə which-i çıxarıq buradan. Deməli, who did you show the way? Dedim ki, cümlənin ortasında götürüb biz sual quruluşu verə bilmərik. Birinci tərəf sual olsa belə ikinci tərəfi sual verə bilmirik. 4 getdi, deməli, he is the man who brought the package. Deməli, met at the station. Bu o adamdır ki, deməli, bu bağlamanı gətirən adamdır və bizim stansiyada tanışdığımız, gördüyümüz adamdır. 1-3 olacaq düzgün cavabımız. Y variantı. All the designs deməli, by Mr. White were perfect. Baxırsınız, dizayn var, deməli, what ola bilməz ümumiyyətlə, was ola bilməz. Is, was gördüksə, birinci tərəf cəmdədirsə, design cəmdir. Ümumiyyətlə, bu axırında s olanları çıxın. Baxın, was'un izin tərkibində s var, has'in tərkibində s var. Xəbərin sonuna s artırırıq ki, onu tək olduğunu bildirək, düz mübtədanın tək olduğunu bildirək. Ona görə də bunlar görürsünüz, bu da bir ipucu olsun. Yəni, tərkibində s iştirak edənlər tərkib bildirir və qabaqda da tək olmalıdır. Deməli, bu deməli C bəndi də, baxın, 3 də gedir. Baxırıq, deməli, presented, which were presented. Burada bilirsiniz də, baxın, ixtisara düşübdür, ümumiyyətlə, P2 ilə veribdir. All the designs presented by Mr. White were perfect. Deməli, onun feili sifət 2-yi baxırsınız, Mr. White tərəfindən təqdim olunan, cənab White tərəfindən təqdim olan dizaynlar mükəmməldir. 1-2 bir variant. Yəni, zaten səhvləri çıxdıqdan sonra düzgünlər ortaya çıxır. Baxın, English has an alphabet. Baxırıq, whom ola bilməz canlını bildirir. Baxırıq, where ola bilməz, ümumiyyətlə V-nin adını çəkmədik, o yer bildirir və burada ümumiyyətlə onun işi yoxdur. Deməli, who ola bilməz, what isimdən sonra gələ bilməz, düzgün cavabımız D variantı. Digərlərinə baxaq. A bedtime story is a kind of story that helps children to sleep. Baxın, deməli burada story'dən sonra who ola bilməz, what ola bilməz, how ola bilməz, həm də struktur da pozulub. Baxın, children, bir dəqiqə,
help children to sleep. Hə, mübtəda yoxdur, düzdür. Halını götürə bilmirik. Deməli, baxırsınız, burada yenə, baxın, story təkdədirsə, tək nə deməkdir? Tək xəbər deməkdir, tək xəbərdə S deməkdir. Belə yazıda saxlayın. Tək isim, tək xəbər S. Baxın, ona görə də düzgün cavab variantımız olacaqdır A variantı. The National Park, there is a path. Baxın, path verib cığır, yəni Milli Parkda cığır var, yol var. Baxın, hansı ki, tutaq götürürük, votu çıxırıq, olmaz, bəyəni çıxırıq, olmaz. Deməli, tək xəbər, tək isim, tək xəbər deməkdir, o da S deməkdir. Baxırıq, deməli, which çıxar, burada lead, tək cəmdədir, gedər, S yoxdur. The leads to a waterfall, deməli, şəlaləyə aparan cığır var. Baxın, dəti burada verməliyik, çünki leadsi belə birbaşa xəbər kimi verə bilmərik. Cümləyə görürsünüz, uyğunluq yoxdur. Yenə feili sifət 2 olsa, burada ola bilər. Tutaq ki, baxın, burada görürsünüz, birbaşa vermişik, all the design presented. Amma bunu bu formada verə bilmərik də. Bunu burada sifət kimi belə deyək, təyin etmir, izah etmir. Ona görə D verə bilmirik, Y variantı. Aha, deməli, baxırsınız. Oliver noticed the grief. What was in grief kədər deməkdir, müşahidə etdi. Oliver deməli kədər müşahidə etdi nənəsinin üzündə. Who'dan sonra isim gələr, özündən sonra isim gələr yoxdur. Where ola bilməz. What verə bilmirik isimdən sonra. Grief deməli təkdədir, tək isim, tək xəbər deməkdir. O da S deməkdir. Were olmaz, were cəmdir. Tərkibində S olan was, Y variantı. Digərlərinə baxırıq. Deməli, the most method deməkdir, still functioning, yəni hələ də çalışır fəaliyyətləri. Baxın, deməli, where ola bilməz. Gəldi buradan, what ola bilməz, when ola bilməz. Who ola bilməz, çünki most methoddir və insan anlayışı bildirmir. Cavabımız B variantı. Let's go through the main points. Whom ola bilməz, what ola bilməz. Çünki, deməli, isimdən sonra what gəlmir. Canlı deyil, whom ola bilməz, when ola bilməz. Deməli, why verə bilmirik. Dedik də biz burada istifadə edirik who-dan, that-dən, bir də which-dən. Deməli, that the professor made in his lecture. Baxırıq, deməli, əsas deməli nüansları nəzərdən keçirdi. Öz mühazirəsində etdiyi əsas deməli nüansları nəzərdən keçirək də variant. Hip hop is a culture and art movement. Baxın, burada movement deməli cansız isimdir. Ona görə whom verə bilmərik, what verə bilmərik. What isimdən sonra işlənmir. Və ya verə bilmərik. Who'dan sonra deməli isim gələr, ola bilməz. Deməli, African American, burada deyərsiniz ki, Americans isimdir də, who'dan sonra verilib. Who deməli özündən sonra məxsusluq, yiyəlik olan bir şey bildirməlidir. Yəni, onun kitabı, onun dəftəri, burada onun Afrika Amerikanları deyə bilmirik ki, hansı ki, ona görə işlədə bilmərik. Ümumiyyətlə, burada movement cansız olduğuna görə whose vermirik. Whose əslində işlənir cansızlardan sonra. Yəni, işlənməsi mövzudur. Tutaq ki, deyirəm ki, orada stol var, ayağı qırılan stul. Stul, tutaq ki, stol. Whose verə bilirəm. Hansı stul, yəni ayağı qırılan. Vermək mümkündür. Abituriyent qaydasında əksər vaxt götürməsək də bu mümkündür, götürülür. Amma deməli, burada siz ümumiyyətlə götürə bilmərsiniz. Çünki burada digər variantlarda tam yoxlayın. Belə bir şey tutaq ki, belə deyim. Gözdə dəydi, götürmək istədi cavabı. Digərləri mütləq yoxlayın, ondan sonra çaşdırmasın sizi. Deməli, C variantı. Deməli, baxırıq, the hill is situated in New Zealand. Baxın, deməli, burada whose verə bilmərəm, what verə bilmərəm. Who, əvvəldən də izah elədim, niyə verə bilmərəm. The longest name, where verə bilmərəm. Deməli, which has the longest name. Aha, baxın, belə. Aha, digərlərinə gəldik, baxaq. Deməli, rhinoceros is used in traditional Chinese, deməli, medicine. Aha, horn buynuz deməkdir, cansızdır. Baxın, horn təkdir, təkdə nə deməkdir? Tək xəbər, o da iz deməkdir, was deməkdir. İz olanlar düzdür, S olan tərkibində. Deməli, arı çıxıram buradan ümumiyyətlə, arı çıxıram, C variantı da gedər. Humu, votu çıxaram, gəlməz də dedik ki, isimdən sonra. Baxın, B variantı. Hum canlı isimdən sonra gəlir. King Carlos the Master was crowned at the ceremony. Baxın, yenə ceremony, tədbir deməkdir. Baxırsınız.
Bir dəqiqə. Baxın, A variantı olmaz, V olmaz. Deməli, were verə bilmərəm, təkdə dax. Y variantı gedər. Which took place in Westminster Abbey var. Bir də has been the deməli same for 1,000 years. Eyni qaldı illərlə. Baxırsınız uzlaşmaya da burada. Hə, uzlaşma məsələsini demədim. Uzlaşmaya da burada fikir verək. Deməli, burada was verilib. Amma burada has verilib. Çünki birisi də has'in deməli keçmişi haddir. Had olmalı idi. Ona görə C olmaz. Bizə D variantı qalır. D. City is Edinburgh. Baxırsınız şəhərdir yenə. What olmaz. Where olmaz. How olmaz. Deməli, baxırıq. Is, dediyim kimi bu ola bilməz. Çünki is called verib birbaşa. Bunu deməli biz ya which ya that bağlamalıyıq bu hissəyə. Ona görə ona oxşar test bayaq da var idi. Aha, baxırıq. Deməli, T veribdir. T'dən sonra where olmaz, what olmaz, when olmaz. Deməli, baxırsınız. Yenə is olmaz. Sərbəst şəkildə belə verə bilmərik. Mütləq izah olmalıdır burada. Which that bunu izah eləməlidir. A variantı olur. Gəldiyimiz deməli clock was furious at the gold. Baxırıq. Keçi deməkdir. Where olmaz. What olmaz. Deməli, birbaşa vent verib. Bax, gördünüz, heç nə izah eləmir bunu. Which that olmalıdır. 1-3 olur ona görə. D variantı. The crop məhsul deməkdir. Baxırıq. Deməli, what olmaz. Deməli, baxırıq burada. Hə, deməli, burada bir şey var. İndi izah eləyəcəm onu. Baxırsınız, deməli, contains olmalıdır. Çünki dediyim kimi təkdədir. When ola bilməz. Deməli, baxırsınız, which it save people's life olmaz. Burada crop veribdir. Təzədən which verib. Whichdən sonra xəbər gəlməli idi. Xəbər gəlməli. Which save people's life. Burada itin yeri yoxdur. Ona görə, deməli, baxın, bayaq digərisi götürmürük də birbaşa belə which set olmayanlar. Onda, deməli, əgər bu şəkildə olsa struktur, tutaq ki, T burada verib, bayaq ona oxşar var idi. Sonra mübtəda, sonra xəbər. O şəkildə olsa götürə bilərik. Çay mənim bildiyim. We know. Tutaq ki, baxın, burada götürürük. The crop we know is corn. C variantı olur ona görə. Dedim də nəyə görə? Bu şəkildə olanda götürürsünüz. İxtisara düşə bilər. Bax, belə, tutaq ki, çay mənim bildiyim. Park mənim getdiyim. Mən, xəbər. Baxın, bu şəkildə işlənsə, deməli, onu götürə bilərik. Burada niyə götürmədik? Çünki dediyim kimi, veribdir məhsul, hansı ki, xilas etdi insanların həyatı. Burada iti verməyə yersizdir, xəbər gəlməlidir. Deməli, verməlidir məhsul, which, sonra xəbər. 22-yə baxıraq. Be sure to follow the instructions. Yenə what çıxılar. Deməli, where çıxılar. Are given. Yenə birbaşa baxın. Heç nə yoxdur. Birbaşa götürüb də are verib, mübtəda verib, xəbər verib. Olmaz. Deməli, instructions cəmdə olduğuna görə xəbəri tək də verə bilmərəm. C variantı olur. Aha, baxırıq. Baxaq digərlərinə. One of the elephants had only the one task. Baxırsınız, elephants, which olar. Olmayanlar çıxda. Who'su getdi, deməli, baxırsınız burada. What ola bilməz. The children wanted to see. They lifted a heavy load. Baxırsınız. Children wanted to see. Da olar that lifted a heavy load. Da olar 1, 3, 4 olacaq deməli. Which we saw at the zoo. Baxırıq. Deməli, 1, 3, 4 A variantı. Dedik də nəyə görə? Which olur, onsuz da, that da olur. Children wanted to see niyə olur? Çünki dediyim kimi, baxın, burada yenə mübtədə xəbərdir. İsim, mübtədə xəbər. Bu şəkildə olar. Ortada yəni o yazmadığımız, belə deyim, ixtisara düşübdür. The villagers escaped to safety. What ola bilməz? Whose ola bilməz, whosedan sonra isim gələr. Whom ola bilməz. Baxırsınız. Baxın, deməli. Whose ola bilməz, which ola bilməz, canlıdır. Baxırıq. Burada olacaqdır. Who had received a warning of the flood. Ya variantı olur.
Deməli, home bildiniz də niyə olmur burada? Home'dan sonra xəbər gəlibdir. Home'dan sonra xəbər gəlməz ki, canlı gələr, sonra home gələr, sonra bir dənə də canlı gələr. Baxın, canlı, home, təzədən canlı. Aha. Newspapers are for those. Aha. İnsanlar nəzərdə tutur burada. Whose olmaz isim gələr özündən sonra. When olmaz. Deməli, baxırsınız. Cəm, those cəmdədir də, düzdür. Orada s ola bilməz ki, tək ola bilməz. Deməli, s ola bilməz. Qalır C variant. Digərlərinə keçid edirik. Aha, baxırsınız. Students deməli, has ola bilməz, təkdədir. Baxırsınız. Deməli, keep themselves motivated. Whose ola bilməz. Əlavə ola, which manage ola bilməz, which gələ bilməz. Deməli, word skill in the... Aha, olacaq B variantı. Y-yi niyə götürmədim? Çünki dediyim kimi, yenə burada birbaşa xəbər veriblər. Ola bilməz. Yəni, ən azı isim, mübtədə xəbər olar. Amma birbaşa belə verə bilməz bu şəkildə. Onu bayaq izah elədim. The person whom ola bilməz. Whomdan sonra isim gəlib. Olanmaz. Deməli, gəldi burada. Deməli, look at olanmaz. Tək xəbər, isim tək xəbər deməkdir. O da S deməkdir. Don't look ola bilməz. Gəldik burada. Who look at ola bilməz. Deyi də çıxdıq. When ola bilməz. Y variantı. Tell what a person which built the first deməli, secular school for women. Women in the Muslim East. Baxırıq. Bot ola bilməz. Whose ola bilməz. Deməli, whom ola bilməz. Which ola bilməz. Y variantı. Digərlərinə baxırıq. 10 sinonim deyəcəm. Deməli, testləri izah edəndən sonra baxırsınız. Belə bəlkə daha yaxşı yadınızda qalır. Baxırsınız, situation sözünün yerinə condition, state, position işlədə bilərsiniz. Request sözünün yerinə. Deməli, amma isim kimi request, tələb deməkdir. Requirement, demand. Baxırsınız, apply sözünün yerinə appeal. Society sözünün yerinə civilization. Reliable sözünün yerinə trustworthy, dependable. Impact sözünün yerinə influence, effect. Magnificent sözünün yerinə brilliant, excellent, wonderful. Obstacle sözünün yerinə barrier, interference. Reflection sözünün yerinə image. Constant sözünün yerinə continual. Evidence sözünün yerinə proof. Upset sözünün yerinə sad, depressed, disappointed. Position sözünün yerinə location, spot. Approve sözünün yerinə agree, accept. Ceremony sözünün yerinə celebration. Excuse sözünün yerinə reason, explanation. Innovation sözünün yerinə modernization. Appointment sözünün yerinə assignment. Voyage sözünün yerinə travel, cruise, journey. Appreciate sözünün yerinə be grateful, thankful sözlərini işlədə bilərsiniz. Deməli, baxırıq, situation, condition, vəziyyət, request, tələb, apply, müraciət etmək, society, cəmiyyət, reliable, etibarlı, baxın, influence, deməli, impact, təsir, magnificent, möhtəşəm, obstacle, əngəl, maneə, reflection, əks, constant, davamlı, evidence, proof, dəlil, upset, məyus, position, mövqe, proof. Burada təsdiqləmək mənasındadır, bəyənmək mənası da var. Deməli, ceremony, mərasim. Excuse, səbəb, bəhanə. Deməli, innovation, yenilik. Appointment, təyinat. Voyage, yolu ilə səyahət. Appreciate də qiymətləndirmək mənasındadır.